Buyurur, ey insanlar, Allah ayı sizə tərəf gəlir. Özü ilə bərəkət, rəhmət və bağışlanma gətirir. Ramazan ayındır. Ramazan ayının şükrü bilirsiniz nədir? Biləsən ki, bunu Allah mənim üçün vacib buyurub ki, mənə lütf eləsin, mənə nəzər eləsin. Öz arzularımı bir say, xahiş edirəm. Mənfəəti say, mən filan xeyirlərim var, mənfəətlərim var. Sonra görəcəksən ki, bu mənfəətlərin hamısını Allah təmin edir. Görürsən ki, hamısı ondadır, həlak olacaqsan onun eşqində. Deyirsən, yox, mən heç nə istəmirəm, mən özü istəyirəm. Bir dənə söz deyim, deyirsən ki, mən özü istəyirəm, ilahi. İstəyirəm deyirsən, istəyirəm nədir mənfəət? Mən istəyirəm də, elə deyil. Allahı istəyirəm. Allah ümumiyyətlə özü deyirsən, özü nədir, özü kimdir? Özü sənin xeyrin, sənin mənfəətin. Allah sənə nisbətdə bu deyirsən, bunu Allah məfhumundan ayıra bilməzsən. Sən bəndəyə nisbətdə Allah sənin mənfəətindir. Sən necə deyirsən? Yəni, mən səni istəyirəm, deməli, mənfəətimi istəyirəm, xeyrimi istəyirəm. Sən Allah bu deməkdir mənə nisbətdə. Bundan sən qaça bilməzsən. Allah bütün zərərlərdən qoruyur, bütün xeyirlərə çatdırır. Ölüm ağır bir şeydir. Deyir ki, narahat olma, mən sənə ölümdən nicat verərəm. Ölümün ağırlığından. Xəta eləyirik, deyir, özünə zərbə vurmuşsan, eybi yoxdur. İstəyirsən, onun zərərini xeyrə çevirim. Nə ki, zərər eləmişdin, xeyrə çevirim. Deyirsən, bəli, istəyirəm. Deyir, bir dənə üzrxahlıq elə bağışlayın. Rəhmətimə sığın, rəhmətimə arxalan. Qiyamət günü deyir, bəndə qəbirdən qalxar, bəzilər deyər, Bismillahirrahmanirrahim. O qədər öyrəşib dünyada hər şey, deyirlər, dünyada neynəsən, Bismillah denən. Bu ki, öyrəşib su içəndə Bismillah deyir, oturanda, yuxudan duranda, evdən çıxanda, hər şey ki, Bismillah deyib, qəbirdən duranda deyər, Bismillahirrahmanirrahim. Mələklərə deyər ki, pozun pisliklərin hamısını. Açar əməl dəftərini deyər, mən bu pislik, heç mənim günahlarım burada yoxdur. O əməl dəftərini tanıtdırar. Deyərsən, məni rəhmət adı ilə yad elədin, bəsdir. Sən necə ola bilər? Deyərsən, mənim Rəbbim rəhimlidir, mərhəmətlidir, mən sənə günah söhbət edeyim səndən. Sən məni rəhmət adı ilə yad elədin. Bəndə ilə Allah arasında aşiqlik necə yaranır? Görürsən ki, sən başdan ayağa ehtiyacsan, o başdan ayağa bəxşişdir. Ehtiyacla bəxşişin qovuşması Allah bəndə məhəbbətidir. Entumul fuqarau ilallah və huvel gani. Siz möhtaçsınız Allaha, o isə ehtiyacsızdır. Münacata bax, budur eşq, əleyhissalamın Küfə məscidindəki münacatı. Mevlaya ya Mevlay. Entəl qəviyyü və ənəl zəif və həl yərhamuz zəifə illəl qəviy. Sən güclüsən, mən zəifəm. Zəifə güclüdən başqa kim rəhm eləyə bilər? Entəl hayyü və ənəl məyyid. Sən dirisən, mən ölüyəm. Və həl yərhamul məyyitə illəl hayy. Ölüyə diridən başqa kim rəhm eləyə bilər? Mevlaya ya Mevlay, entəl maliku və ənəl məmluk və həl yərhamul məmlukə illəl malik. Sən maliksən, sahibsən, mən sənin mülkünəm. Mülkə malikdən başqa kim rəhm eləyə bilər? Mevlaya ya Mevlay, entəl raziqu və ənəl mərzuq və həl yərhamul mərzuqə illəl raziq. Sən ruzu verənsən, mən ruzu alan, ruzu alana ruzu verəndən başqa kim rəhm eləyə bilər? Hamısını deyir və cəm nədir? Mevlaya ya Mevlay, entəl mevla və ənəl abd və həl yərhamul abdə illəl mevla. Sən mövlasan, mən bəndəyəm. Bəndəyə mövladan başqa kim rəhm eləyə bilər? Bu nə dərgahdır ki, mən bura qədəm qoyuram, nəsə eləyirəm, hər neynəsəm görürəm öz xeyrim olur.
Hər neynəsəm sənin qapında görürəm öz xeyrimə olur. Sən məni bununla utandırırsan. Sən məni bununla özvə aşiq edirsən. Sənin eşqin toru budur. Eşqin toru olur da, tora salır Allah müsbət mənada. Eşqin toru budur. Mən ki sənə doğru gəlirəm, başlayıram nəsə addımlar atmağa. Bu nə sirdir ki, nə addım atıram, xeyri özümə gəlir çıxır. Baxıram, görürəm ki, sənin dərgahın mütləq xeyirdir mənim üçün, mənfəətdir. Mən neynəsəm, nə qədər də düşünməsəm, nə addım atsam, hər şey mənim xeyrimə tamamlanır burada. Bu əlaqədə Allah bəndə əlaqəsində qazanan tərəf mənəm. Hər şeylə qazanıram. Qazanan tərəf ancaq bizi. Səninlə danışıram, mənim xeyrimədir. Susuram, mənim xeyrimədir. Danışanda sən məni danışdırırsan, sən icazə verirsən danışım. Danışıram, dua xeyrimə bitir. Oruc əmri gəlir, oruç tuturam, mənim xeyrimədir. İcazə verib Allah bizə ki, oruç tutmuşuq. Burada oturanlar şükür eləsinlər orucuna görə. Allah icazə verib qonaq qəbul eləyib. Allahın izni olmadan ona qonaq getmək olmazdı. Qonaq qəbul eləyib, icazə verib, oruc ağızla oturmuşsan və kiminsə üzürlü səbəbi var, bəzən üzürlüdür, oruc deyil, amma arzulayır ki, oruç tutardım, kəşil o da Allah qonağıdır. Gəlib bəzən oturur burada, sadəcə xəstədir, üzürlüdür, olmaz oruç tutmaq, tutaq ki ona. O da elə oruc hökmündədir. Hər şey xeyirdir, bu dərgaha üst tutanda mən neynirəm, hər şey mənim xeyrimə qutarır. Bağışlamağın xeyirdir. Sən məni bağışlayırsan, mən təşəkkür edirəm sənə. Deyirəm ki, çox sağ ol ki, məni bağışladın. Təşəkkürümə yenə mükafat verirsən. Adam danışdıqca qəlbi riqqətə gəlir. Gedirsən, deyirsən, üzr istəyirəm, məni bağışla. Bağışlayır. Deyirsən, təşəkkür edirəm, məni bağışladın. Təşəkkürə ayrıca mükafat verir. Başdan başa mənfəətdir bu qapı. Ancaq insanın mənfəətə çatmasıdır. Hər nə edirəm təşəkkürlə qutarır, minnətdarlıqla. Hər nə edirəm mənim xeyrimə qutarır. Ona görə sən ibadətə layiqsən, sən sevilməyə layiqsən. Mən elə ona görə sənə aşiqəm. Mənim ibadətim də sənə olan ehtiyacımdır. İbadət nədir? Ehtiyacın cavabı. Yadınızdadır, mən keçmişdə demişəm, insanda müxtəlif istəklər var da, biri də pərəstiş istəyidir. Yüksək bir varlığa pərəstiş eləmək istəyi. Allah o pərəstiş istəyimizə cavab nə ilə verdiyi namaz sənə vacibdir. Namaz yəni sənin pərəstiş istəyinin cavabı. Necə su istəyin var, sənin teşnəliyin var. Su yaradıb təbiətdə deyib, bu da sənə bu istəyinin cavabı, iç, susuzluğun yatsın. Səndə pərəstiş istəyi var, namaz yaradıb ki, gəl bunu ver ruhuva ki, ruhun teşnəliyi yatsın. Sən bunu edirsən, durur sənin ibadətə mükafat da verir təzdən. Niyə? Mən ehtiyacımı ödəməklə məşğul idim da. Mən bir ay oruç tuturam, namaz qılıram, ehtiyacımı ödəyirəm. Buna görə sən mənə hələ mükafat da verirsən, deyir, bəli, bəs mən Allaham da mən. Allah necə olur bəs? Allah belə olur. Mən səni zikr eləməklə əslində özümü ölümdən qutarıram. Bi zikrikə aşə qəlbi. Qəlbim səni yad eləməklə yaşayır. Mənim ruhum yaşadığına görə sən hələ mənə mükafat da verirsən ki, çox sağ ol, ruhu yaşatdın. Mən öz ehtiyacım üçün ibadət edirəm. Mükafat niyə? Nə bilim, bilmirəm ki, Allahdır da, bunun adı Allahdır. Allah belə olur, bax. Allah ona görə seviləndir. Belə divan eləyir də öz dostlarını, aşiq olurlar ona, minnətçi olurlar həmişə. Hədisdə var ki, Allah deyib, bəndəmdən iki şeydən başqa heç nə gözləmirəm. İki gözləntim var bəndəmdən. Neymət verdim, şükür eləsin, günah elədi, tövbə eləsin. Bundan o yana nə desin? Neymət verdim, şükür sana Allah, sən eləmirsən. Günah da elədi, desin, Allah bağışda, üzr istəyirəm. Yəni, neymət bil xeyrivədir, günah bil ki, zərərvədir. Budur. Ramazan ayı yavaş-yavaş keçir. Mənim üçün şəxsən çox sürətlə keçir. Bilməm sizin üçün necə. İldən ilə adam heyrətə gəlir. Gözlü gün bassan 10 gün bitib, ikinci 10 günə daxil olmuş. Üzü Qədir gecəsinə gedirik.
Mənim söhbətim qutarıb, mən istəyirəm, axırda bir neçə cümlə münacat eləyək Allahla. Üzü Qədir gecəsinə gedirik. Tövbə ayıdır bu ay. Mümkün deyil. Bax, mən sizə deyirəm, hər kim olursansa ol. Hər nə günah eləmişsinizsə, özünüz bilərsiniz, Allahınız bilər, mən bilmirəm. Nə qədər günahlar eləmişsiniz, kim olursunuzsa olun. Mümkün deyil, bir adam geçsin Allahın qapısına, desin ki, gəlmişəm, düzdür, mən gec gəlmişəm, amma gəlmişəm. And olsun Ramazan ayında and içirəm, öz izzət-i cəlalına, mümkün deyil Allah bağışlamasın. Oruc ağızla Allahın izzətinə and içirəm. Mümkün deyil bu ayda bəndə gəlsin, desin, İlahi, düzdür, gec gəlmişəm, bilirəm gec gəlmişəm. Çox gözləmişsən, çağırmışsan, gəlməmişəm, eşitməmişəm heç səsi. O qədər başqa səslərə xod vermişəm, belə deyə güc vermişəm, sən səsi qulağıma çatmayıb. Sən hey fəryad eləmişsən bu səslərin içində, mənim bəndəm yanırsan, yanarsan, gəl mənə tərəf, gəlməmişəm. İndi bilirəm gecikmişəm bilirəm, amma gəlmişəm. Səhv eləmişəm, bilməmişəm. Bu qapıda ümidsizliyə zərrə qədər yer yoxdur. Bu qapıda ümidsiz olmaq olmaz. Bu qapıya gəldin, ümidsizlik ən böyük günahdır. Bu qapıda ümidsiz olmaq olmaz. Bu gecələrdə cavab müsbətdir. Gedək bir qapıya ki, bütün Allahın nemətlərini bizə xatırladır. Allahın nemətlərini bizim yadımıza salır. O İmam Hüseyin qapısıdır. Hər gün o qapını döyürük biz. Allah qismət eləsin 30 gündə hər gün söhbətimizin axırında o qapını döyək biz. Bəyəm Kərbəlaya bizə görə getmədi. Kərbəlaya nə üçün getdi? Allah onu göndərdi, dedi ki, səssiz çıxmaz ki, bəndələrim üçün tikə-tikə doğranasınız, ki, bəndələrim mənfəətə çatsın. Dedilər, xeyr. Mən sizdən soruşuram, Allah da bizə sevgisini necə sübut eləsin? Hüseynini qətligaha göndərib, bundan o yana nə sübut istəyirsiniz? Allah bizi sevdiyi üçün Hüseynini qətligaha göndərib. Mən bilmirəm, qiyamət günü biz o ilə görüşəndə nə hala qalacaq. Qiyamət günü hər şey bəlli olacaq ki, o sənin üçün bu qədər qurban verdi. Sən öz günüvə baxanda, mən özümə deyirəm, mən bilmirəm, digər adam bəlkə cəhənnəmə at İmam Hüseyinlə üzbəüz dayanıb xəcalət çəkməyim, utanmayım. Amma onlar razı olmursan cəhənnəmə gedəsən xəcalətdən. Onların qapısında imkan vermirlər ki, kimsə xəcalətdə olsun. Qəlbinizi açın, Allahla danışın. Münacat məqamıdır bu. Mən bilmirəm, hərənin özünün öz deyəcəyi sözü var. Mən sadəcə kömək eləyirəm sizə. Sevgisini bizə çatdırmaq üçün 6 aylıq uşağı qucağında oxlananda dedi, İlahi, dözürəm, bunlara bəla vermə, mən dözərəm. Mən dözərəm, mən səbr eləyərəm. Tək qalıb meydanda fəryad elir. Bilmirəm, indi bəlkə oruc onun səsini eşidirsiniz siz. Əmamin muğisin yuğisuna. Bir nəfər yoxdurmu mənə pənah versin? Qəriblik fəryadıva canınız fəda olsun, ya Abdullah. Bir nəfər yoxdurmu bizə, mənə pənah versin? Əslində demək istəyir ki, kim istəyir ona kömək eləyim mən? Kim istəyir onun əlindən tutum? Gedirsən onun qapısında lütfi adama xəcalət verir. Hər gün o bizim üçün neymətdir. Hər gün söhbətin axırında gedirik, qəmlənirik, bağışlanırıq. Hər gün. Ramazan ayı bir iş görürsə İmam Hüseyin bir başqa bir lütfdir. Bu göz yaşlarına görə bu qədər təmizlənirik, hələ mükafat da verir. Deyir, vəcəbət ləhul cənnə,
Kim bir damcı göz yaşı ağıtsa cənnət ona vacib olar. Çünki ruhun üzərində belə bir təmizlik işi görür. İndi kövrəlmişsiniz, xəcalət üzdən çıxacaq qiyamətdə. Deyəcək ki, mənə görə qəmləndin, bu da sənin mükafatın. Cəddin Peyğəmbər sənə şəfaət eləyəcək, Anam Fatimə Zəhra sənə şəfaət eləyəcək. Bu sevgi belə mənfəətə çatdırır. Burada bir tərəfli fədakarlıq filan yoxdur. Burada adamın qarşısında xəcalətli qalmırlar. Adamı xəcalətli eləyirlər. Adam bu qapıda xəcalətli olur. Hər gün fürsət yaranıb İmam Hüseyn vasitəsilə qəlbimiz sınır, bağışlanırıq. İmam Hüseyn bunun üçün getdi Kərbəlaya. Kərbəlada o qiyaməti yaratdılar. Görürsünüz, sevgiləri çıxmır bizim ürəyimizdən. Xanım Zeynəbin sevgisi, İmam Hüseynin sevgisi. Çünki bu sevgini bizim ürəyimizə həkk eləmək üçün o qədər fədakarlığa razı oldular. Çünki bilirlər, bizim nicatımız bu sevgidədir. Bu sevgini qəlbimizə həkk eləmək üçün o məzlumiyyəti qəbul elədilər.